Salam, mən Arzu Mərdanova. Bu sizinlə ilk YouTube videomdur və burada çalışacağam ki, sosial media haqqında faydalı məlumatları və ya şəxsi inkişafınızla bağlı faydalı məlumatlar verim. İlk mövzumuzu isə ssenari yazmışam, düşünmüşəm desəm yalan olar. Çünki ilk olaraq tanış olmaq istəyirəm, özüm haqqında məlumat vermək istəyirəm və burada nələr haqqında danışacağıq, sosial mediadan necə pul qazanmaq olar, bunlar haqqında ümumi bir danışıq videosu olmasını istəyirəm. Ümumiyyətlə ilk öncə istəyirəm ki, sosial mediada necə gəlir qazanılır və necə oldu ki, mən bu sahəni seçdim, necə bu sahə ilə tanış oldum, necə öyrəndim, bunlar haqqında danışmaq istədiyim bir video. İlk olaraq bunu deyim ki, mən sosial media, SMM işi, yəni bu haqda ilk olaraq Instagramda gördüm. Instagramda bir xanım çıxdı qarşıma və onun SMM xidməti göstərdiyini və bunun üzərindən ödəniş əldə etdiyini öyrəndim. Və mən xanıma yazdım, məlumat aldım. Biraz araşdırmalar etdikdən sonra bundan öncə mən qrafik dizayn haqqında maraqlanırdım. Qrafik dizayner olmaq istəyirdim, belə bir fikrim var idi və ümumilikdə freelance işləmək istəyirdim. Çünki freelance işlər hər zaman mənə daha yaxın gəlirdi və daha asan olduğunu düşünürdüm. Elə qrafik dizayn kursları axtararkən, araşdırarkən, ümumiyyətlə qrafik dizayn haqqında məlumatlar toplayarkən bir SMM xanımın səhifəsi qarşıma çıxdı və mənə maraqlı gəldi. Mən ona yazdım, kursları haqqında məlumat aldım və sonda isə fikrimi dəyişdirərək biraz da araşdırdıqdan sonra gedib başqa bir kurs aldım. Yəni SMM sahəsində başqa bir müəllimdən kurs aldım. Bir neçə kurslar aldıqdan sonra artıq sosial media marketinq mütəxəssisi olaraq çalışmağa başladım. Sosial mediadan necə pul qazana bilərsiniz? Ən çox istəyirəm ki, söhbətin yönünü bu yöndə aparım ki, bu gün çünki sosial mediadan çox gəlir qazanmaq istəyənlər var və sosial mediada saysız hesabsız gəlir yolları var. İstəyirəm bunlar haqqında danışım. İndi sizə maraqlı gələ bilər ki, sosial mediadan necə pul qazana bilərik? Çünki insanların çoxusu düşünür ki, mən sosial mediaya daxil oluramsa, fərqi yoxdur, Instagram, TikTok və ya başqa sosial medialar, daxil oluramsa, burada sadəcə əyləncə məqsədli nələrəsə baxıram və yaxud da nələrdənsə baxıb nəyisə öyrənirəm, faydalanıram. Amma işin başqa tərəfi budur ki, sosial mediada bizi əyləndirən, güldürən və yaxud da faydalandıran hər bir video əslində bir kontentdir, əslində bir mövzudur və əslində bir əziyyət tələb edir. İnsanlar bu kontentlərdən sizin bəyəndiyiniz, güldüyünüz və ya faydalandığınız kontentlərdən pul qazanır. Bunun fərqli yolları var. Məsələn, bir yolu bu ola bilər ki, siz sosial media hər hansı bir xidmətiniz var, tutaq ki, məsəl üçün deyirəm, mən ingilis dili müəllimiyəm və mən onlayn şəkildə də ingilis dili kurslarımı keçmək istəyirəm. Və mən Instagramda və ya TikTokda və ya hər hansı bir sosial mediada bir hesab açıram. Burada öz xidmətim haqqında, öz kurslarım haqqında məlumat verməyə başlayıram. Və artıq mən burdan insanların qarşısına çıxıram, öz auditoriyamı düzgün bir şəkildə toplayıram. Hansı ki, ingilis dili kursu öyrənmək istəyən insanların qarşısına, düzgün hədəflədiyimizdə təbii ki, insanların qarşısına çıxırıq və həmin insanlar bizdən xidmətimizi alır, biz burdan ödəniş qazanmış oluruq. Və ikinci nümunə olaraq deyə bilərəm ki, bizim hər hansı bir məhsulumuz var. Biz evdən işləyən bir insan, bizim hər hansı bir dükanımız, mağazamız yoxdur və sadəcə evdən çalışırıq, öz məhsulumuzu satmaq istəyirik. Mən bir toxucuyam, toplayıram gözəl bir şərflər və yaxud da nələrsə toplayıram, bunu satmaq istəyirəm. Təbii ki, toxudum və paylaşıram, burdan özümə müştəri qazanmış oluram. Üçüncü olaraq bunu deyə bilərik ki, məsəl üçün mən bir influenceram və getdiyim, mənim öz kontentim var. Mənim kontentim məsələn səyahət vloqlarıdır və mən getdiyim hər bir yerdən səyahət vloqları çəkirəm, maraqlı təqdimatlar edirəm və bunu görən səyahət tur şirkətləri və yaxud da hər hansı bir təyyarə şirkətləri və yaxud da hər hansı bir səyahətə aid olan bir şirkətlər mənim bu videolarımı görür və mənim təqdimatımı, bloqumu, məni bəyənir və mənə əməkdaşlıq təklif edir. Mən əməkdaşlıqdan ödəniş qazanıram. Mən yenə də məsələn hər bir şeyimi bugünkü influencerlər var ki, onların hər bir şeyini tur şirkəti qarşılayır. Onlar gedirlər, həm gəzirlər, həm əylənirlər, həm də buna uyğun kontent çəkərək tur şirkətinə reklam edirlər və burdan ödəniş əldə edirlər. Ya da müxtəlif yollarla ola bilər. Təbii ki, indi bunu daha çox bu işlərlə məşğul olanlar bilir. Mən əsas bunları sosial mediada necə gəlir qazana bilərik, bunları nümunə olaraq göstərməyə çalışıram.
və bir də SMM olaraq. SMM olaraq isə SMM-in müxtəlif qolları var ki, məsələn, burada storytelling var, target follow var, səhifənin ümumi idarə olunması var. Videoları editləyib sadəcə müştəriyə təhvil verib bu cür ödəniş əldə edə bilərsiniz və ya müxtəlif yollarla sosial mediadan SMM sahəsində ödəniş əldə edə bilərsiniz. Və ya bir brend üçün sadəcə kontent planı yaradaraq da ödəniş əldə edə bilərsiniz. Məsələn, bir brend sizə yazır və o öz storyləri, postları üçün kontent planı istəyir ki, siz ona kontent planı yazıb verəsiniz və o da öz mobil qrafına və ya Reelsmaker-na bu ssenarini, kontenti ötürsün və ona uyğun video çəkilsin. Və eyni zamanda siz bu biliklərə sahibsinizsə, öz təlimlərinizi yaradaraq bunları da insanlara sata bilərsiniz. Və işin ən gözəl tərəfi budur ki, siz bu işləri öz istədiyiniz saatda, öz istədiyiniz zamanda təhvil verə bilərsiniz. İşin ən gözəl tərəfi sizin öz lüksunuza uyğun yaşamanızdır ki, məsələn, mən bu gün işləmək istəmirəm, bu gün xəstəyəm, bu gün halım yoxdur, bu gün keyfim yoxdursa, işləməyə bilərəm. Bu sizin özünüzdən asılı olan bir işdir. Məsələn, bu gün ən çox bu işi seçənlərin dediyi, düşündüyü fikirlərdən biri, mən 9-6 işləmək istəmirəm. Mən müdir asılılığı altında olmaq istəmirəm. Mən hər hansı bir insanın gəlib mənə əmr verməsini istəmirəm deyən insanlardır ki, artıq bu sahədə çalışırlar və öz sərbəst gəlirlərini əldə edirlər. Yəni belə deyə bilərik ki, ideyalarımızı, fikirlərimizi, bacarıqlarımızı bugünkü gündə pula çevirmək çox asandır. Və hər bir ideyanı bir kontentə çevirmək olar. Hər bir düşüncəni, hər bir bacarığı pula çevirmək olar, kontentə çevirmək olar. Yəni heç bir kəs düşünməli deyil ki, mənim bacarığım yoxdur və yaxud da mən hər hansı bir işi tapa bilmirəm. Təbii ki, burada ən çox gələn suallardan biri budur ki, mən üzümü göstərmədən pul qazana bilərəm? Bəli, üzünüzü göstərmədən belə pul qazana bilərsiniz. Bu gün minlərlə insan var ki, sosial şəbəkədə pul qazanır, amma heç üzünü göstərmir. Buna görə də, yəni elə insanlar var deyir ki, xeyr, üzünü göstərmədən pul qazana bilməzsən və yaxud nə edə bilməzsən. Məsələn, mən blogerlər izləyirəm ki, onlar heç üzünü göstərmədən sadəcə danışaraq, sadəcə bir şeyləri izah edərək, sadəcə öz gününü paylaşaraq və yaxud da hər hansı bir şeyləri paylaşaraq artıq milyonlarla izləyicisi var və artıq o reklamlara gedir, öz reklamlarını götürür, buradan ödəniş əldə edir. Beləliklə, bu mənim İlk özüm və işim haqqında danışdığım videom idi. İkinci videomuzda isə sosial mediada mən bacarmaram deyən insanların necə pul qazandığı haqqında danışacağam. Və siz də əgər sosial mediadan pul qazanmaq istəyirsinizsə və yaxud da şəxsi inkişafınız üçün bir şeylər öyrənməyi istəyirsinizsə, məni izləməyi unutmayın.